Salam, Miqi giriş kitabından loqaritmik funksiyalar mövzusunda 137 nömrəli suala baxırıq. Funksiyanın təyin oblastını soruşur. Biz bilirik ki, cüt dərəcədən kökün altındakı funksiya sıfırdan böyük və ya sıfıra bərabər ola bilər. Birinci qaydamız 5 minus 2x böyükdür bərabərdir 0. İkinci isə loqaritm altı ifadə də sıfırdan böyük olmalıdır. 2x plus 3 böyükdür 0. Bu iki bərabərsizliyi həll etməliyik ayrı-ayrılıqda və sonra bunların kəsişməsini götürməliyik. Bunlar həll etsək, mənfi 2x böyükdür bərabərdir mənfi 5, x kiçikdir bərabərdir 2,5. 2x böyükdür mənfi 3, x böyükdür mənfi 1,5. Ədəd oxunda qeyd edirik, mənfi 1,5 və 2,5. 2,5 bərabərsizliyin həllidir. Mənfi 1,5-dən müsbət sonsuzluğa, mənfi sonsuzluqdan 2,5-ə kəsişmə olacaq mənfi 1,5, 2,5. Yəni B variantı.